Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U13 Liqası Sumqayıt Vətən görüşünü sizlərə təqdim edirik. Ümid edirik ki, hər iki komandanın ifasında maraqlı futbolun şahidi olaraq U13 Liqasında 5 komanda playoff mərhələsinə vəsiqə qazanacaq. O baxımından bu görüş əhəmiyyətli oyunlardan biridir. Xüsusilə də Vətən bu görüşdə mütləq qələbə qazanmalıdır. Komandaların heyətləri də sizi tanış edirəm. İlk öncə elə qonaq komanda Vətəndən başlayaq. Qapıda 99 Emil Məmmədrızayev, 3 Adil Qasımov, 5 Elgiz Baxşəliyev, 6 Əli Səfərov, 7 Sabir Məmmədzadə, 8 Kamil Həsənli, 9 Emin Əliyev, 11 İbrahim Sədiyev, 19 Artyom Solovyov, baş məşqçi Kənan Mustafayev. Sumqayıtda heyət bu cürdür. Qapıda 31 Qabil Həzizadə, 2 Əli Bəşirli, 3 Kənan Həsənli, 5 Nizami Rüstəmli, 6 qapıcı indi irəli çıxır. Sumqayıtın bu hücumunu izləyək. İçəriyə doğru ötürmə və Vətən futbolçuları topu uzaqlaşdırmağa çalışırlar. 7 Anar Vəlizadə, 6 Hafiz Rəsulov, 8 İmran Seyidbalayev, 11 Yunis Oruçzadə, 15 Nazim Quliyev, baş məşqçi Elşad Eyvazovdur. Vətən futbolçuları Sumqayıtın hücumuna bu cür cavab verirlər. Yunis sürəti isə bu rəqibini keçməyi bacardı. Yunis hələ ki topladı, içəriyə daxil oldu. Yunis ötürmə verə bilər. Qapıya zərbə yox alınmır. Zərbə bir qədər sərt edilmişdi. Top meydana tərk edir. Hakimlərlə sizi tanış edirəm. İslam Məmmədov, Şamil İmanzadə, hər ikisi təcrübəli hakimlərimizdən biridir. Turun cədvəlinə Sabah başçılıq edir. Onun aktivində 43 xal vardı, amma bugün Ulduz ilə bir-biri bərabərə qalaraq xalların sayını 44'ə çatdırdılar. İkinci pillədə məsələ Sumqayıtdır. 7'də Vətən 28 xalla. Nəzərə alsaq ki, bugün Neftçi təhsili 5-1 hesabı ilə məğlubiyyətə uğratdı. Vətən qələbə qazanacağı təqdirdə təhsillə xal fərqini minimuma indirəcək. İrəliyə doğru ötürmə izləyirik. Sabir, Yunis, Sabir, Nizami, sol cinahla Anar çevrildi. Vətənin iki futbolçusunun əhatəsindən çıxmağa çalışırdı. Nazim Quliyev onun köməyinə yetişir. Geriyə Qabildən riskli hərəkətlər irəli çıxır və İbrahim qapıya zərbə Sabirdən, amma təhlükəli olmur. Elgiz Emin'le oynuyor. Her iki komanda top uğrunda mübarizə aparır. İmran out. Adil topu meydandan çıxarır. Nizami out atışını yerinə yetirir. İmran, Yunis qapıya zərbə və top qapının yanından keçir. Təhlükəli zərbə izləyirik. Yunis Oruçzadə yaxşı oyunlarından birini keçirir. Artyom, Emin, Kamil zərbə. Anar buna imkanı vermir və Anar indi sürəti hesabına Kamil və Kamil yenidən topu, amma Nazim burada nə etdi? Nazim, İmran qapıya zərbə, qapısı Emil topu qaytar. Daha bir zərbə Yunis və top qapıdan keçir. Sumqayıt futbolçuları hesabı açır. Nazim Quliyevin burada fərdi keyfiyyətlərini xüsusilə qeyd etmək istərdim. Yunis Oruçzadə topu başla qapıdan keçir. Ümid edirik ki, Vətən Əli Səfərovun vəziyyəti yaxşı olar.
və həkimlər onun köməyinə çatdı və görünür hər şey qaydasındadır. Əli Səfərov ayağa qalxaraq oyunu davam etdirir. Biz isə buradan qolun təkrarını izləyirik. Nazim burada rəqiblərini gözəl şəkildə keçdi qapıya. Zərbə ilk cəhətdə qapıcı yaxşı oynasa da hücumun davamında Yunisə mane olmaq mümkün olmur. Outdan Artyom. Vətən artıq işi çətinləşib. Belə də. Bir yox, 2 gol vurmalıdırlar. Yunis. Hakim oyunu devam edir. Qapıya zərbə qapıcı Emil. Məmməd Rızayevdən əla reaksiya. Gözəl. Zərbə, gözəl qurtarış izləyirik. Vətən standart vəziyyətdən topu oyuna. Qapıya zərbə. Əli Səfərov. Qola yaxın olur. Nizami Rüstəmli cərimə zərbəsini yerinə yetirməyə hazırlaşır. Qapıya uzaq məsafədən zərbə, top qapının yanından keçir. Beləliklə ilk hissə başa çatır hörmətli futbol azarkeşlər qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri ilk hissə başa çatdı və Sumqayıt 1-0 hesabı ilə öndədir. Görüşdə vurulan yeganə qolun müəllifi Yunis Oruçzadədir. Sumqayıtın 11 nömrəli futbolçusu. Ümid edirik ki, ikinci hissə daha maraqlı məcrada keçəcək. Yunis out. Artyom. Vətən hücum qurmalıdır. İbrahim Sədiyev. İbrahim sağa çəkdi, sürəti hesabına keçdi rəqibini qapıya zərbə və təhlükəli alınır amma dəqiq alınmır. Kamil. Əla ötürmə amma yaxşı alınmır. Mehman qarşıda topu. Tofik. Artyom. Yox, zərbə indirməyə imkan vermirlər. Tofik. Sağlı oynuyor. İbrahim. İbrahim sağa çəkdi qapıya zərbə. Top toru çöldən silkələyir. Outdan Vətən topu oyuna daxil etdi. Emin. Tofik. Rəqibini keçdi. Anar indi əllə oyun yoxdur, hakim oyunu davam etdirir. Episoda daha yaxın idi. Kamil. Sumqayıt topu alır və dərhal da irəliyə İmran. İmran rəqibini keçməyə çalışdı. İndi bir qədər diqqətsizlik və qayda pozulur. Hakim Əlcibə getdi. Qırmızı vərəqə, bəli, qırmızı vərəqə Emil Məmməd Rızayevə göstəriləcək. 99 nömrəli qapçı. İslam Məmmədov onu meydançadan uzaqlaşdırır. Vətən heyətində qapçı dəyişikliyi baş verəcək. Təhlükəli nöqtədir. Cərimə zərbəsi. Qapıya zərbə və top az fərqlə qapının yanından keçir. Daha bir cərimə zərbəsi izləyirik. Müdafiəçilər topu qarşılayır. Artıq görüşün də sonlarına doğru gedirik. Vətən hələ ki geridədir. Sol cinaha doğru
Ötürmə Kamil Həziyev. Sonra da meydançaya daxil oldu Kamil. Hakim bildirir ki, hər şey burada qaydalar çərçivəsində baş vermişdi. Out. Top meydanı tərk edib. Yox, tərk etmədi hakim. Davam dedi. Emin. Yenidən Həziyev. Qapıya zərbəsi qapıcı. Topu uzaqlaşdırır. Daha bir Sumqayıt. İmran. Və ikinciden zərbə. Bir nömrəli qapıcı bizlərə Mehdi göstərilib. Emil meydanın tərk edəndən sonra qapı ona tapşırıldı. Vətən. Tofiq. Kamil oynayır. Oyundan kənar vəziyyət. Bəli, hakim bayrağı havaya qaldırır. Daha doğrusu meydançanın digər hissəsində olan hakim bu fikirdədir. Hörmətli futbol azarkeşləri, artıq görüşün sonlarına doğru gedirik. Sumqayıtın 1-0 üstünlüyü davam edir. Yunis Oruçzadənin vurduğu gol hələ ki oyunda yeganədir. Son bir şans. Qapçı da irəli gəldi. İçəriyə doğru ötürmə qapçı topu götürür və görüş başa çatır. Sumqayıt qələbə qazanı təbrik edirik. Vətənə isə növbəti oyunlarda uğurlar arzu edirik. Hər iki komanda yaxşı mübarizə apardı, amma rubrika sadiq qalaraq bir nəfəri oyunun ulduzu seçirəm. Bu da Sumqayıtın 15 nömrəsi Nazim Quliyevdir. Bizə ayrılmış vaxt burada başa çatdı. Sağ olun, sağlam olun.